Bu sadaladıqlarınız niyə Ukraynanın irəliləməsinə səbəb olmur? Jalə xanım, Rusiya o qədər də kiçik bir ölkə deyil. Ərazisi baxımından, digər parametrlər baxımından, ciddi bir nüvə dövləti olması baxımından, xüsusilə biz Trumpın hakimiyyətə gəlişinə qədər bundan əvvəl Ukrayna ordusunun həyata keçirdiyi bir neçə uğurlu hərbi əməliyyatlardan sonra Rusiya hakimiyyətinin əvvəllər daha çox bu Rusiyanın keçmiş prezident və baş naziri olmuş hazırda Təhlükəsizlik Şurasının sədr müavini Medvedev tərəfindən açıqlanırdısa, sonuncu belə bir uğurlu əməliyyatdan sonra Putinin öz dilindən səsləndi. Hətta keçən payız aylarında Rusiyanın taktiki nüvə silahlarından istifadə edilməsinin am məsələsinə çevrilməsi ilə bağlı mediamızda, elə dünya mediası da çox həyəcanlı bir məlumatların paylaşdığını bizim dəyərli izləyicilər də xatırlayır və sizlər də xatırlayırsınız. Cəbhədə Ukraynanın hər an irəliyə belə deyək də keçməsi Rusiyanın nüvə təhdidindən istifadə eləməsi ehtimalını gücləndirir. Bu səbəbdən də mən hesab edirəm ki, Ukraynanın bir tərəfli qaydada Rusiyanın tamamilə həmsıradan çıxarması real deyil. Çünki bu gətirib nüvə müharibəsinə çıxarda bilər. Bütövlükdə Qərbin Rusiyanın bu müharibədə məğlub edilməsi ilə bağlı yanaşmasını Rusiyanın siyasi, hərbi elitası özü çox doğru, düzgün təsbit edib. Bugün Qərbin Rusiyaya qarşı tətbiq elədiyi müharibə Rusiyanın nüvə silahından yayındırmaqla strateji çöktürmə siyasətidir. Və bunun üçün də mən əslində elə diqqəti bu 5 regionda həyata keçirilən aviabazaların bombalanması, hətta bu barədə yayılan məlumatlardan da söhbət ondan gedir ki, Tu-95, Tu-22M3 və A-50, yəni nüvə başlığı daşıya bilən bombardımançı təyyarələrin vurulmasından gedir ki, söhbət. Bu da daha çox Rusiyanın belə deyək də növbəti mərhələdə həm hava hücumundan müdafiə sisteminin zəiflədilməsi, həm də Rusiyanın bütövlükdə dərinlikləri. Biz bu günlərin vurulan ərazilərə diqqət eləsək və həmən ərazini Rusiyanın sərhəddindən kənara çıxardıb, dünya xəritəsinin başqa istiqamətində belə deyək də qiymətləndirirsək, təsəvvürünü götürün, bir günün içərisində Ukrayna, Yunanistanı, İranı və Hindistanı vurub. Görün, bu ölkələr nə qədər bir-birindən uzaq məsafələrdə yerləşən ölkələrdir ki, bu qədər geniş bir arealda Ukraynanın xüsusi xidmət orqanları, xüsusilə də Ukrayna kəşfiyyatının diversiya qrupları, mən deyərdim ki, doğrudan da çox bir ağlanılmaz bir məsələdir ki, bugün hər zaman özünün kəşfiyyatı ilə öyünən, hərbi xüsusilə də kəşfiyyatı ilə öyünən Rusiyanın daxilində 5 istiqamətdə Rusiyanın belə deyək də kəşfiyyatına bağlı olan şəxslər çox rahat vəziyyətdə tırlarla pualar daşıyır və bu pualarda Rusiyanın strateji obyektlərini məhv etməklə məşğul.